Hamı deyir yaz necə maariflənək. Yazmışam azmaz necə maariflənək. TikToka girsən görəcəksən nələr. Yardım adı ilə açılan səhifələr. Min cür əziyyətlə yığanlar da var. Haqla, ədalətlə yığanlar da var. Amma ki bəzən tökülən pul para bilmirik heç yollanır hardan hara. Bax biz əmin bişərəf əclaflara görsənirik qaz necə maariflənək. Yazmışam azmaz necə maariflənək. Canlıda hər gün söyüşənlər də var. Sanki xoruz tək döyüşənlər də var. Çoxsu olur bunlara dəstək filan. Xalqa verir tərbiyə, örnək filan. Asma qulaq sözdən İraq kəslərə. Durma yaxın bizdən İraq kəslərə. Bax biz əmin üzdən İraq kəslərə yükləməsək paz necə maariflənək. Yazmışam azmaz necə maariflənək. Var neçə tantem kimi cütlük filan. Paylaşım etməkdədir günlük filan. Söz demirəm qardaşım əladır bu. Olsa etik paylaşım əladır bu. Yoxsa ki məhrəm sayılan söhbəti təqdim edən varsa nədir niyyəti? Biz elə toplumda olan heyəti atmasaq olmaz. Necə maariflənək? Yazmışam azmaz necə maariflənək. Çoxdur problem, belə gəlməz dilə. Bəlkə də hər şey düzələr, səbr elə. Səbr eləyək, ruhdan ələm düşməyək. Çox da gedib fikrə əsəbləşməyək. Sən də Rəsul düşmə tamam dərsərə. Xeyri olar dinləsələr bir kərə. Biz bizə lazımsız olan şeylərə etməsə yatqaz necə maariflənək? Yazmışam azmaz necə maariflənək.